Peyğəmbər Salavatullahın Qədir Xum günü Həzrəti Əli əleyhissalam haqqında buyurduğu kəlamlar. Əlinin mənə olan nisbəti Harunun Musaya olan nisbətinə bərabərdir. Bir fərqlə ki, mənimlə peyğəmbərlik tamamlanır. Allahdan və onun rəsulundan sonra Əli sizin ixtiyar sahibinizdir. Ey insanlar, bilin ki, Allah Əli ibn Əbi Talibi sizlər üçün vəli, ixtiyar sahibi, imam, rəhbər və itayət edilməsi vacib olan şəxs müəyyən edib. Onun göstəriş və əmirləri şəxsiyyətindən və rəngindən asılı olmayaraq bütün mühacir və ənsara, ərəb və əcəmə vacibdir. Məndən sonra qiyamət gününə kimi imamət və rəhbərlik Əli və onun nəslindən olan övladları ilə davam edəcək. Allah Taala bütün halal və haramları mənə öyrətmiş, mən isə Əliyə öyrətmişəm. Ey insanlar, elə bir elm yoxdur ki, Allah mənə öyrətməmiş olsun və mən də hər nə öyrənmişəmsə, birbaşa Əliyə öyrətmişəm. Ey müsəlmanlar, olmaya ondan üz çevirərək əksinə hərəkət edəsiniz. Olmaya onun rəhbərliyi, imamlığı və əmirlərinə itaətkarlıqdan təkəbbürcəsinə boyun qaçırasınız. Ey insanlar, Əli Allah tərəfindən seçilmiş imam və rəhbərdir. Heç vaxt Allah Əlinin vilayətini qəbul etməyənlərin tövbəsini qəbul etməyəcək və onları bağışlamayacaqdır. Allah Əlinin əmrindən itayət etməyən şəxslərlə belə rəftar etməyi özünə lazım və vacib hesab etmişdir. Dünya durduqca onları çətin və ağır əzab-əziyyət gözləyir. Heç bir zaman onun əmr və göstərişlərindən boyun qaçırmayın. Əks təqdirdə kafirlər üçün hazırlanmış odunu insanlardan və daşlardan olan oda daxil olarsınız. Ey insanlar, Əli və mənim pak övladlarım Siqli Əsxər, Quran isə Siqli Əkbərdir. Onlardan hər biri digərindən xəbər verir və bir-birlərini tamamlayaraq təsdiqləyirlər. Bu iki dəyərli şey qiyamət günü hovuzun kənarında mənə yetişənədək heç bir zaman bir-birlərindən ayrılmayacaqlar. Onlar Allahın yer üzərində əminləri və əmirlərini icra edənlərdirlər.